Salam hər bir kəsə, mən Bəşir İbayev. Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugün sizlərlə zaman mövzusuna giriş edəcək və bugünkü ilk zaman formamız indiki sadə zaman, yəni present simple tense formu olacaq. Qayda izahına keçməmişdən öncə bir şey yenidən qeyd etmək istəyirəm ki, öncəki videolarda olduğu kimi bu videoda da mən qaydanı sizə, yəni present simple tense-i detallı şəkildə hər bir belə deyək də nöqtə vergülinə qədər izah edəcəm. Ondan sonra sizlər üçün hazırladığım nümunə suallara baxacağım. Elə istəyirsiniz sizə nümunə sualların PDF-ini göstərim. Burada sizlər üçün xeyli sayda suallar hazırlamışam və sizdən də yenə ənənəvi olaraq soruşacağım suallar olacaq. Gəlin başlayaq. İlk öncə bu zaman adından bağlı sizə bəzi qeydlər demək istəyirəm ki, bəzən uşaqlar o qədər əzbərçi formada öyrənirlər ki, eyni formanı görəndə çaşbaş qalırlar. Baxın. Present simple tense, yəni indiki sadə zamanı ingiliscə belə də görə bilərsiniz, simple present tense də görə bilərsiniz. Və yaxud da ki, Azərbaycan dilində tərcümələr fərqli ola bilər. İndiki sadə zaman ola bilər, indiki qeyri-müəyyən zaman ola bilər, nə bilim, sadə indiki zaman ola bilər. Ya bunlar hamısı eyni şey deməkdir. Mən elə hərf tərcüməsindən gedəndə ən asanında olur deyə onu götürürüm, uşaqlarda onu deyirəm. Present indiki deməkdir, simple sadə, tense zaman deməkdir. Gəlin başlayaq. İlk öncə biz bilməliyik ki, biz present simple tense-i nə zaman istifadə edəcəyik? Yəni, hansı cümlələrin qurulmasında bu bizə lazım olacaq? Deməli, əsasən bu zaman forması adət və vərdiş halını almış hərəkətlər var. Məsələn, hansısa ki, bu adət vərdişdir. Əsasən də adət vərdiş deyən kimi bizim ağlımıza nə gəlir? Rutin. Məsələn, rutinimizdən danışanda avtomatik biz indiki zamandan istifadə etməliyik. Məsələn, mən səhər saat 6-da oyanıram, məsələn, 7-də səhər yeməyi yeyirəm, şagirdsə məsələn 8-də hazırlaşıram, məktəbə gedirəm, sonra 1-də evə qayıdıram, 2-də günorta yeməyi yeyirəm, sonra dərslərimi hazırlayıram, dincəlirəm. Bu formada rutindən danışırıq, düzdürmü? Bunlar artıq elə bir hər gün edilmiş şeylərdir. Avtomatik biz present simple-da istifadə edəcəyik. Sonra təkrarlanan hadisələr. Məsələn, təkrarlanan hadisələr nə deyə bilərik? Mən həmişə bu nümunəni deyirəm, çünki yadda qalan bir nümunələrdəndir. Məsələn, aylıq internetin ödənişi. Bu Bakı Telekom ola bilər, az internet ola bilər və s. Nə edir? Hər ay bunu ödəniş eləməliyik ki, biz internetdən istifadə edə bilərik, düzdürmü? Bu da məsələn təkrarlanan hadisədir. Və yaxud da fakt olan. Fakt nə deməkdir? Yəni sübuta ehtiyacı olmayan hadisələrdir. Yəni bu artıq faktdır. Onlar da hər zaman nə edəcək? İndiki zamanda olacaq. Ümumi xarakter daşıyan hərəkətlər. Məsələn, Alex almanı xoşlayır. Bu ümumi xarakter daşıyır. Və yaxud da ki, Tom Rihanna'ya qulaq asmağa xoşlanmır. Bu da artıq ümumi xarakter daşıyır. Sonra atalar sözlərini, probablar hər zaman indiki zamanda istifadə olunur və təbiət bildirən hadisələri də ingiliscə demək istəyirsinizsə mütləq indiki zamanda istifadə etməlisiniz. Məsələn, təbiət bildirən hadisələri nə deyə bilərik? Günəşin şərqdən çıxıb qərbdən batması və s. Məsələn, burada da sizin üçün nümunələrə qoymuşam, baxaq. Water boils at 100 degrees. Su 100 dərəcədə qaynayır. Bu həqiqətən də belədir, faktdır. Siz istəyirsiniz suyu Türkiyədə qaynadır, istəyirsiniz Azərbaycanda, istəyirsiniz nə bilim Rusiyada, fərq yoxdur. Yenə su 100 dərəcədə qaynayacaq. Hə, deyə bilərsiniz ki, bəs bəzi fiziki amillərə görə, məsələn, Everest zirvəsindən danışanda 8848 metrdir. Orada hündürdür. Ona görə temperatur aşağı düşüb, təzyiqdə də aşağı düşmə olur. Ona görə də avtomatik suyun qaynamasında azalma olur. Məsələn, 88-89 dərəcədə qaynamalıdır Everest zirvəsində. Amma indi hər yer Everest qədər deyil axı. Yəni biz normal ölkələrdən danışanda yəni su onsuz hər yerdə 100 dərəcədə qaynayır, 0 dərəcədə donur. Yəni bu artıq faktdır. Sonra günəşin şəklindən çıxması. The sun rise in the east. Bu artıq təbiət hadisəsidir. İndiki zamanda verdik. I like reading a book. Mən kitab oxumağı xoşlayıram. Bu da ümumi xarakter daşıyan hərəkət idi. Gəlin indi bu zamanın biz nə zaman istifadə etməsini öyrəndik. Deməli, adət və vərdiş hallarını almış, təkrarlanan, fakt olan, ümumi xarakter daşıyan təbiət hadisələri və atalar sözlərini bildirmək üçün istifadə olunur. Bəs yaxşı, bu zaman formasını necə düzəldəcək? İndi mən bu hissəni sizə bacardığım qədər lordu izah edəcəm ki, sizin tamamilə ağlınızda qalsın. Gəlin bunu deməmişdən öncə ismin tək və ya cəm olmasına nəzər yetirək. Məsələn, yazırıq e-book. Bir kitab demək, düzdürmü? Biz bunu cəmləyəndə avtomatik artiklı atırıq və sonra essays əlavə edirik. Books oldu. Və yaxud da ki, a teacher cəmlədən olacaq teachers. Və yaxud da ki, es artıqlıqlarımızı yazaq. Məsələn, a box cəmləndən olacaq boxes. Deməli, isim cəmləndə nə qəbul edir? İsmi deməli təkdən, singulardan. Yəni sizin üçün belə yazım. Cəmə keçirdən zaman biz nədən istifadə edirik? S-E-S-dən. Bu da çevrilir nəyə? Plural olur. Amma uşaqlar, feildə tamamilə bunun elə bir əksidir. Biz indi o nədir? İndi qrafa şəklində də sizə gəlin çəkim, sizə tam aydın olsun. Gəlin də sizin üçün qrafa çəkim burada. Qrafikdə doğrusu. Gəlin belə bir qrafik olsun. Buraya yazaq biz, fərqə gəlmən yazaq ki, noun.
Buraya yazaq verb. Buraya yazaq yuxarı hissədən singular, yəni tək. Buraya yazaq plural. İndi gəlin baxaq. Artıq noundan qeyd elədik, yəni yenə də qeyd etmişdim. Məsələn, a teacher cəmlənən olur teachers. İsmin cəm formasıdır. Və yaxud da ki, olsun a pen cəmlənir olur pens. Bunu bildiniz. Deməli, isimlər cəmlənərkən nə baş verəcək? Biz onu avtomatik olaraq s, es cəmdə əlavə edirik. Bəs feildə necədir? Uşaqlar, feillərdə cəm forma deyiriksə, avtomatik onun kökünü götürürsünüz. Nə deməkdir bu? Məsələn, go, getmək, come, gəlmək, learn, öyrənmək, teach, öyrətmək və s. Görürsünüz, bunlar elə bil məsdər formalarıdır. Sadəcə tu hissəsi artırılıb, atılıb, yəni onlarda tu hissəsi yoxdur qarşılarında. Nədir? Feilin sadəcə köküdür. Bu avtomatik cəm sayılır. Amma siz feilin kökünün üzərinə es gəlsəniz, ona tək olmuş olacaq. Məsələn, go onunla bitir deyə es artırırıq. Come sadəcə es artıracağıq. Learn-də də sadəcə es artıracağıq. Teach-də ki es olacaq. Çünki C-sən qutarıb. Deməli, fərqimiz nə oldu? İsimlər cəmlənərkən es qəbul edir. Amma feillər təkrarlanarkən SES qəbul edir. Mütləq bunu yadda saxlayın. Bu qrafa kimi yadda saxlasanız yadınıza qalacaq. İndi davam edək. Burada da olsa sizin üçün qeyd etmişəm. Feillər iki cür olacaq. Tək feillər və cəm feillər. Cəm feillər, yəni feillərin əsas formasıdır. Yəni onları düzəltmək üçün heç bir şəkilçi artırmırıq. Məsələn, köklərdə go, come, run, study, learn, write, read, etc. Tək feillər isə əsas formanın sonuna SES artırmaqla düzəlir. Məsələn, goes, comes, runs, studies, learns, writes, reads, etc. Və burada da qeydimiz var ki, əgər feilin sonu S, double S, SH, GH, TGH, XOZ ilə bitərsə, onda ES artırırıq. Bəs nə zaman biz tək feil istifadə edəcəyik, nə zaman cəm feili? Əgər mübtədamız, bu hissə ilə davam edirik, çox vacib hissələrdən biridir. Əgər mübtədamız I, we, you, they cəm isim çoxlu nəfərlə ifadə olunubsa, avtomatik xəbərimizdə cəm feil olmalıdır. Yəni, biz orada verəcəyik nə? Məsələn, feilin kökünü run ola bilər, read ola bilər, study ola bilər və s. Gəlin, baxaq nümunələrə. I read a newspaper every day. Mən hər gün qəzet oxuyuram. Əkbər and Raul go to school. Əkbər və Raul məktəbə gedirlər. They travel every month. Onlar hər ay səyahət edirlər. Fikir verirsinizsə, bütün feillərimiz nədir? Hamısı cəm formadadır. Yəni, onları biz heç bir şey artırmırıq. Hamısı cəm formadadır. Yəni, feilin köküdür. Çünki niyə? Mübtədamız birində I idi, birində iki nəfər ifadə edib, birində they idi. Avtomatik olaraq ona görə xəbərimizdə cəm olacaq. Bir də tək formaya keçməmişdən öncə bir şey demək istəyirəm. İlk dərsimizdə Tubinin olsa izahında mən sizə bunu demişdim. Yenə də gəlin cümlə strukturunu bir də yadımıza salaq. Bizim formulamız vardı, hansı ki biz ona swap deyirdik. Bəs bu swap nə idi? Subject, verb, object, place, time. Yəni mübtəda, xəbər, tamamlıq, məkan, zaman. Yəni siz nəqli cümləni qurmaq istəyirsinizsə, nəqli cümlə nə deməkdir? Həm təslim həm də inkar cümlələri nəqli cümlələr sayılır da. Məlumat vermək üçün istifadə olunan cümlələr nəqli cümlələr deyilir. Onlarda avtomatik bu söz quruluşuna istifadə edəcəksiniz. Yəni cümlənin olması üçün sizə əsas iki dənəsi lazımdır. O da subject-lə verb-dür. Okay, davam edək. Sonra əgər mübtədamız bizdə he, she, it, sonra tək isim bir nəfər olarsa, avtomatik olaraq xəbərimiz də bizdə nə olacaq? Tək olacaq. Məsələn, xəbər tək nə idi? Feilin sonuna SES-in artırılması. Məsələn, burada bizdə nəyimiz var? Runs var, studies var, reads var və s. Gəlin nümunələrə baxaq. İlyas writes a letter. İlyas məktub yazır. Ali plays many video games. Əli çoxlu video oyunlar oynayır. She has several toys. Onun bir neçədən oyuncağı var. Demək, burada fikir versək, hər üçündə xəbərimiz tək idi. Səbəb nədir xəbər tək olmasının? Çünki mübtədalarımız da təkdir. Məsələn, İlyas bir nəfərdir, Əli bir nəfərdir, she də təkdir deyə avtomatik olaraq xəbərimiz tək olur. Gəlin ilk nümunə sualları işləyək sizin üçün. Belə daha aydın olacaq sizlərə. Baxaq. Birinci cümlədə bizdə affirmative sentence, yəni təsdiq cümlələrimizdir. Mörtəzə içərisində olan feilləri biz uyğunlaşdırıb cümlədə yerinə yazmalıyıq. Yəni bunu fikir verməliyik ki, tək feil olmalı yoxsa cəm feil. Onda deməli biz mübtədaya baxmalıyıq. Birinci cümlədə görək ki, mübtədamız she-dir. She olduğu onda demişik ki, avtomatik olaraq feilin sonuna nə gələcək? SES artırmalısınız. Deməli, study'nin sonuna SES verməlisiniz. Burada da y-dan əvvəl samit gəlib deyə avtomatik y düşür. IES əlavə olunur. She studies English every day. O hər gün ingiliscə öyrənir. İkincidə mübtədamız I-dır. I olanda bilir ki, feilin kökü olacaq, yəni olduğu kimi qalacaq. Ona görə heç bir şeyə dəyişməyə ehtiyac yoxdur. Get olduğu kimi qalır. Üçüncüdə yenə mübtədamız they-dir. They olanda da xəbərimizə toxunmağa ehtiyac yoxdur. Olduğu kimi qalacaq.
Ona görə avtomatik play olaraq qeyd edirik. Bizdə qaldı deməli 4, 5, 6. 4, 5, 6-da sizlər üçün sual olsun. Bunları mütləq yazarsınız. Bu 3 dənəsi sizlər üçün sualdır. Yəni bunları siz yazıb verərsiniz. Okay, bu bizim təsdiqimiz idi. Gəlin davam edək inkar formasında. İnkar formasında uşaqlar, biz 2 dənə köməkçi feildən istifadə edəcəyik. Bəs o köməkçi feillər hansılardır? Do və does köməkçi feilləri. Gəlin baxaq. Yada saxlayın. Əgər mübtədanız I, we, you, they cəm isim çoxlu nəfər olarsa, biz do-dan istifadə edəcəyik. Do-nun üzərinə not inkar ədatını veririk. Deməli, burada da sizlər üçün qeyd etmişəm. Do, üzərinə not gəlirsiniz, üzərinə əsas feili gəlirsiniz. Və do notun da qısaltması uşaqlar don't-dur. Onsa bunun haqqında indi biraz da əlavə qeydlər verəcəm sizə. Gəlin onlara baxaq. I don't read the newspaper every day. Mən hər gün qəzet oxumuram. Əkbər and Raul don't go to school. Əkbər və Raul məktəbə getmirlər. They don't travel every month. Onlar hər ay səyahət etmirlər. Gəlin bundan bağlı bəzi sizlər üçün qeyd yazım. Bir dəqiqə mən bura niyə keçsin? Elə burada boş yer açmışdıq sizlər üçün. Aha. Gəlin bu hissədən yazaq. Ümumi olaraq dedik ki, məsələn, I go. Mən gedirəm, düzdürmü? Bunun inkarını yaratmaq üçün I ilə inkarda dediyinə verəcəyin, do verəcəyin. Olacaq nə? I do not go olacaq, düzdürmü? İndi bu do notun qısaltması da, məsələn, is notun qısaltması necə idi? Eyni formadadır. Do-nu yazırsınız, n-nı birləşdirirsiniz, onun əvəzinə apostrof verirsiniz, sonra t artırırsınız. Aydındır? I don't go. Yəni çox da çətin bir şey deyil, rahat, narahat olmayın. Sonra davam edirik tək formada. Tək formada əgər mübtədamız he, she, it, tək isim bir nəfər olarsa, bu zaman does-dan istifadə edirik. Does, üstəgəl not, üstəgəl əsas feil. Does notun qısaltması nədir? Doesn't. Gəlin baxaq. Ilyas doesn't write a letter. İlyas məktub yazmır. Ali doesn't play many video games. Ali çoxlu video oyunlar oynamır. She doesn't have several toys. Onun bir neçədən oyuncağı yoxdur. Fikir verirsinizsə, burada əslində məsələn yuxarıda İlyas olanda avtomatik feilin sonuna artırdıq. SES, məsələn writes oldu. Ali də təkdir deyə plays oldu. She də təkdir deyə has oldu. Amma inkarında o SES-lər yoxdur. Bura fikir verin. İndi niyəsi mən sizə izah edəcəm. Gəlin sizin üçün yeni bir ağ vərəq açım. Deməli uşaqların ən çox səhv elədiyi hissə budur ki, məsələn, deyirəm ki, she-dən present simple-da mübtədası tək olan və xəbəri tək olan bir cümlə yaz. Məsələn, yazır nə? She writes a letter. O məktub yazır. Okay, doğru bir cümlədir. İndi deyirəm ki, bunu inkara çevir. İnkara çevirəndə avtomatik bizdə nə edəcək? She olduğu kimi qalır. She-dir deyə inkarında biz does notdan istifadə edirik və ya da qısaltması doesn't yaza bilərik. Və nə edirik? Uşaqlar ən çox elədiyi səhv budur ki, götürüb writes-ı bura yazırlar. Xeyr uşaqlar, baxın, inkarda yadda saxlayın ki, əsas feil olduğu formasından qayıtmalıdır. Yəni, bu write-ın sonundakı s-ni nə edirik? Silirik. Elə belə yadda saxlayın da, bu təsdiqdəki write-ın sonunda s var idi, düzdürmü? Onu does özünə çəkib. Yəni, o s-i gətirib biz does-a birləşdirmişik, aydındır? Və belə bir sizə qeyd deyirəm. Sadə zamanlar, istəyir indiki sadə zaman olsun, istəyir keçmiş sadə, istəyir gələcək sadə zaman olsun, fərqi yoxdur. Hər üçündə deməli inkar və sualında həmişə əsas feil kök formasında olmalıdır. Yəni əsas feili başlanğıc forması necədirsə, infinitive formatı ya da base form deyək ona. Base forması necədirsə, əvvəlki formasından qaytarmalısınız. Məsələn, gəlin başqa bir cümlə yazaq. Başqa bir cümlə yazaq ki, buradan məsələn başqa şunu istifadə edək. Məsələn, Alex götürək. Alex has much money. Alex'in çoxlu pulu var, düzdürmü? İndi bunun inkarını yaratmaq istəyirəm, düzdür? İnkar adında, yəni mübtədamız olduğu kimi qalır. Alex təkdir deyə doesn't veririk. İndi has base forma deyil, yəni feilin kökü deyil. Biz onu çevirməliyik əvvəlki formasına. Has'ın da əvvəlki forması nədir? Have. Much money. Əgər siz bura doesn't has yazsanız, avtomatik olaraq o səhv sayılacaq. Yəni bunu mütləq yadda saxlayın. Davam edək, əvvəlki yenə qaydamıza qaydaq. Bu bizim oldu inkar formamız. Gəlin elə inkarın da suallarını işləyək. İnkar ikinci tapşırıqda nədir? Negative sentence, yəni inkar cümlələri. Eyni formada birinci tapşırıqda olduğu kimi burada da mötərizə arasında verilmiş feilləri inkar formasına çevirməliyik. Gəlin baxaq birinci mübtədamıza. Birincidə mübtədamız nədir bizdə? My parents, mənim valideynlərim. Necə isimdir? Cəm isimdir. Çünki mənim valideynlərim. Cəm olduğuna görə inkarda avtomatik nə verəcəyin? Biz do-dan istifadə edəcəyik. Yazırıq do not və yaxud da qısaltması don't yaza bilərsiniz. Hər iki versiya doğrudur. Amma bacarın əlinizdə öyrəşdirin uşaqlar uzun formaya. Çünki yadda saxlayın. Yazıda bacardığımız qədər daha da elmi yanaşırıq. Ona görə yəni qısaltmanı çox da istifadə eləməyin. Amma danışıqda əlbəttə ki qısaltmanı deməlisiniz. Bəli, watch da olduğu kimi qalacaq. Do not watch və yaxud da don't watch.
İkinci mübtədamız she'dir. She olduğuna görə avtomatik doesn't veririk. Doesn't və like-da olduğu kimi qalacaq. Yəni siz burada SES artırmanıza ehtiyac yoxdur. Çünki SES-i biz artıq does artırmışıq. Üçüncü mübtədamız I'dır. I olduğuna görə yenə do-dan istifadə edirik. I don't go to bed late. Sonra 4, 5, 6 sizlər üçündür. Bunu işləyərsiniz. Davam edirik sual hissəsinə. Sualda isə do does, yəni köməkçi feillərimiz mübtədanın əvvəlinə keçir. Yəni məsələn bu nümunələrə baxaq. Do I buy this book? Burada gör do hərəkəti mübtədanın qarşısına. Özünü fərqləndirirəm ki, aydın olsun. Məsələn, gəlin ikinci cümlə mübtədamızı tapaq. Farid and İlyas, bu bizim mübtədamızdır. Do hərəkəti mübtədanın əvvəlinə. Üçüncüdə your friend bizim mübtədamızdır. Does hərəkəti avtomatik mübtədanın əvvəlinə. Yəni bunu mütləq yadda saxlayın. İndi gəlin digər qeydlərə keçməmişdən öncə sizlər üçün 2 dənə cümlə qurum və onların təsdiq və inkarlarını yazın. Gəlin birinci Azərbaycanda nə yazaq ki, elə cümlə qurmada da sizə kömək olsun. Məsələn, cümləmiz belə olsun ki, bacarım ki, bütün cümlələr cümlədə istifadə olunsun. Tom nə deyək? Məsələn, Tom evdə hər gün kitab yazır. Deməli, biz bunu ingiliscə çevirmək istəyirik. Birinci avtomatik olaraq soğuqda yadda saxlayırıq. Mən yeni öyrənən uşaqlara həmişə deyirəm ki, əgər Azərbaycan dilində ingiliscə bir şey çevirirsinizsə, bu swap'da bir kənara qeyd edin ki, qoy gözünüzdə avtomatik öyrəşənə qədər də onsuz da siz bir müddətdən sonra öyrəşəcəksiniz, artıq biləcəksiniz ki, bunu necə qurmaq lazımdır. Ondan sonra sizə su kimi asan da olacaq. Sadəcə öyrənən müddətdə bunu göz yaddaşı üçün yanınıza yazın. Məsələn, dəftərinizin bir kənarına yazın ki, yadda qalsın. Deməli bizə birinci mübtədamız olmalıdır. Kim? Tom. Avtomatik Tomu gətirib qoyuruq qarşıya. Neyniyir? Yazır. Bizdə xəbərimiz lazımdır. Yazmaq da write-dir. Bu da indiki zamandır deyə və Tom da təkdir deyə axırına isə artırdır. Writes. Sonra tamamlığımız lazımdır. Nə yazır? Kitab yazır. Olacaq nə? E-book. Sonra məkan lazımdır. Harda? Evdə. At home. Nə zaman? Every day. Hər gün. Deməli, cümləmizi qurduq. İndi bunun inkarını yazsaq belə olacaq. Tom doesn't write. Vaxt getməsin deyə fərqli olan istəyə yazdım. Digər onsuz da eyni olacaq. Tom doesn't write. Digər sizə eynidir. A book at home every day. Sualda isə nə edəcəyin? Does əvvələ keçəcək. Does Tom write a book at home every day? Burada mütləq fikir verdinizsə, biz does'dı və yaxud da doesn't istifadə edəndə avtomatik feilin sonundakı SES-i saldıq. Aydındır? Okay, bu belə. Sonra bir dənə də nümunə yazaq, ondan sonra keçək. Digər nümunəmiz də olsun. Məsələn, belə bir cümlə götürək. Bir dəqiqə. Deməli, mənim qardaşım qızı həftədə 2 dəfə məktəbdə şahmat oynayır. Okay, gəlin bunu çevirək. Kim? Mübtədamızı tapırıq. Mənim qardaşım qızı. Uşaqlar, mənim my deməkdir. Qardaşım qızı isə niece deməkdir. Bacı qardaş qızı niecedir. My niece neyniyir? Oynayır. Oynayır play-dir, amma mübtədamız təkdir deyə axın s artırıq. Plays. Nə oynayır? Şahmat. Chess oldu. Harda oynayır? Yeri veririk. At school. Nə zaman? Həftədə 2 dəfə. Twice a week. Olsa baxdı, indi danışacağım. İndi bunun inkarı necə olacaq? My niece doesn't play. Axırdakı s silirik. Sualda isə does my niece play chess at school twice a week? Uşaqlar, durğu işarələrindən mütləq fikir verin. Sual cümləsində axırda mütləq sual işarəsi olmalıdır. Bu təsdiqinin, inkarının və sualının düzəlməsi idi. İndi biz digər qeydlərlə davam edəcəyik. Amma ondan davam etməmişdən öncə bir də uşaqlar, suala qısa cavabın verilməsi var. Hansı ki, general question dediyimiz, hansı ki, cavabımız orada yes no olur. Gəlin bir dənə onu da izah edeyim, ondan sonra davam edək. Uşaqlar, ümumi olaraq biz ki, general questions ümumi suallardır və yaxud da el arasında ona deyilir yes no questions. Çünki onun cavabı ancaq bəli ya da xeyr ola bilər. Məsələn, sən şagirdsən, ya bəli ya da xeyr deyə bilərsən. Və yaxud da ki, sən hər gün kitab oxuyursan, ya bəli ya da xeyr deyəcəksən. İndi gəlin bir dənə sual cümləsi yazaq. Məsələn, does your sister go to school?
Deyək ki, məsələn, sənin bacın məktəbə gedir. İndi, əlbəttə ki, bunun iki cür cavab ola bilər. Ya yes deyə bilərik, ya da no deyə bilərik. Düzdürmü? Yes, no-dan sonra biz avtomatik mübtədamızı verməliyik. Your sister, sənin bacın. Bu bir nəfərdir və onu şəxs əvəzinə əvəz edəndə she-nin əvəz edəcəyik. Demək, she-ləri qeyd elədik və sonra burada köməkçini vermək istəyirik. Onda qayıdırıq cümləyə. Cümləyə qaydanda görürük ki, bizdə sual nə ilə soruşmuşuq? Does-la. Deməli, avtomatik olaraq cavabda da does olmalıdır. Onda necə olacaq? Yes, she does. No, she doesn't. Bunu mütləq yadda saxlayın ki, no-dan sonra qısa cavab verirsinizsə, avtomatik olaraq ikinci tərəfdə inkar olmalıdır. Yəni, bunu mütləq yadda saxlayın. Gəlin bir cümlədə yazaq. Məsələn, do-la indi yazaq. Do they play məsələn, soccer? Onlar futbol oynayır. Yenə cavabımız ya yes, ya da no olacaq. Mübtədamız they'dir deyə olduğu kimi də olsa qeyd edirik. Onlar. Və sualı burada nədən soruşmuşduq? Do-la. Avtomatik olaraq da cavabımız nə olacaq? Do verəcəyik. Bir dəqiqə bunu düzəldim. Burası əqəssiz oldu. Okay. Yes, they do. No, they don't. Bu belə. Bu da suala qısa cavabın verilməsi. Bəli, indi davam edirik qeydlərimizdən. İlk öncə biz gəlin zaman zərflərinə baxaq. Adverbs of frequency. İndiki sadə zaman zərfləri nədir? Always, həmişə, often, tez-tez, rarely, nadir hallarda, seldom, az hallarda, sometimes, bəzən, never, heç vaxt, usually, adətən. Sonra, once a week, həftədə bir dəfə. Uşaqlar, bir dəfə sözü ingiliscəsində once-dır. İki dəfə isə twice-dır. Bunu belə yada saxlamalısınız. Çünki siz belə yaza bilməzsiniz də, yəni bu düzgün versiya deyil. Məsələn, uşaqlar bəzən görürəm ki, belə yazırlar. One time. Bunu belə vermək olmaz. Yəni, siz bunun əvəzinə verməlisiniz once. Məsələn, demək istəyirəm ildə bir dəfə, once a year. Dəqiqədə bir dəfə, once a minute. Saniyədə bir dəfə, once a second. Nə bilim, əsrdə bir dəfə, once a century. İki dəfə isə, məsələn, bəzən uşaqlar görürəm belə yazırlar, two times. Xeyr, bunun əvəzinə rahat sözümüz var da, istifadə edirsiniz nə? Twice. Məsələn, deyirəm ki, ayda iki dəfə, twice a month. İldə iki dəfə, twice a year. Gündə iki dəfə, twice a day. Bəs yaxşı, 3, 4, 10 dəfə, 20 dəfə bunları necə deyirik? Hə, artıq burada time sözündən istifadə edəcəm, dəfə sözündən. Bunu mütləq özdə də qeyd edin. Məsələn, demək istəyirəm ki, həftədə 5 dəfə. Olacaq nə? 5 times a week. Məsələn, demək istəyirəm, ildə 10 dəfə. 10 times a year. Sonra, bir də evlə olan birləşmələr var. Hansı ki, evlə olan birləşmələr indiki sadə zaman, əsas zaman zərfi sayılır. Every day, hər gün, every month, hər ay, every year, hər il, every week, hər həftə, every second, hər saniyə, every minute, hər dəqiqə. Bunları da yada saxlamalısınız. Bu oldu bizim zaman zərflərimiz. Gəlin indi notlarımıza baxaq. Birinci notda nə deyirik? Yalnız bir sözdən ibarət olan zaman zərfləri. Mən bunu özüm Lorda da yazmışam ki, yadda saxlayasınız. Uşaqlar, yalnız bir sözdən ibarət olan zaman zərflərimiz hansılardır? Baxın, sizlər üçün sarı rənglə qeyd edirəm. Yəni, o sözü görürsünüz ki, bunlar bir dənə sözdən ibarətdirlər. Bunlar uşaqlar cümlədəki yeri hər zaman əsas feilin yanıdır. Təsdiq, sual, inkar, yəni affirmative, negative, interrogative fərqi yoxdur. Əsas feili tapırsınız, o zaman zərflərini qoyursunuz onun qarşısına. Məsələn, birinci cümləyə baxaq. Nihat often goes to city. Burada əsas feilimiz hansıdır? Goes. Biz often harda yazdıq? Onun əvvəlində. They usually read a newspaper. Burada əsas feilimiz hansıdır? Read. Usually harda yazdıq? Read'in əvvəlində. Their niece doesn't often watch TV. Məsələn, burada əsas feilimiz hansıdır? Watch. Ona görə often onun əvvəlində yazıldı. Do your friends always play football? Burada əsas feilimiz hansıdır? Play. Always onun qarşısına yazıldı. Yenə deyirəm. Tək yazılan zaman zərflərinin yeri hər zaman əsas feilin qarşısıdır. Əsas feili tapın, onun qarşısına yazın. Bəs yaxşı, 2 və daha artıq sözdən ibarət olanlar. Məsələn, bu zaman zərfinin içərisində mavi ilə qeyd edildiyində 3 dənədir söz, burada da 3 dənə sayılır, məsələn, bunlarda 2 dənədir. Bəs yaxşı, bunların cümlədəki yeri haradır? Bunlar cümlənin daxilində istifadə ola bilməz. Yəni, cümlənin ortasına verə bilməzsiniz. Ya lap cümlənin əvvəlində yazırsınız, ya da lap cümlənin sonunda. Amma əsasən cümlənin sonunda istifadə olunur. Çünki zaman zərfi cümlənin sonunda gələn daha belə anlaşılır. Bu hansı ki, üçüncü qeydimiz idi. İndi ikini izah edəcəm. Məsələn, Murad buys bread every day. Gördünüz, burada harda gəldi? Sonda. We travel to other countries every year. That's once a year. Burada harda gəldi? Cümlənin sonunda. Bəs yaxşı, ikinci qeydimiz nədir? Uşaqlar, tək yazılanların içərisində bir dənə istisnamız sometimes-dir ki. Sometimes həm cümlənin lap əvvəlində gələ bilər, həm də əsas feilin qarşısında. Onsa əsas feilin qarşısındakini bəyə anladıq. Məsələn, burada əsas feilimiz hansıdır? Go. Burada sometimes-larda gəlib, əsas feilin qarşısında. Bəs yaxşı, buradakı cümləmizdə sometimes-larda gəlib, cümlənin lap əvvəlində gəlib. Bu iki cümlənin mənasında hər hansı bir fərq varmı? Xeyr. Sadəcə olaraq qrammatik fərqimiz odur ki, birinci cümlədə sometimes əsas feilin qarşısına gəlib, ikinci versiyada isə sometimes cümlənin lap əvvəlində gəlib.
Bu belə. Sonra davam edirik 4-cü qeydimizdən. 4-cü qeyddə deyilir: müəyyən vaxtda cədvəl üzrə qrafiklə icrasını nəzərdə tutan hərəkətlər. Məsələn, nə aiddir buna? Qatarın, avtobusun, təyyarənin gəlib çatması, yola düşməsi və yaxud da ki, konsertin, tamaşanın, filmin başlaması və ya bitməsi, bunlar uşaqlar hamısı müəyyən bir cədvəl üzrə olunan bir şeylərdir. Məsələn, siz filmə gedib baxmaq istəyirsiniz və ya hansı bir teatra getmək istəyirsiniz. Teatrdan biletdən məsələn i-tiketdən almaq olur, düzdürmü? Bu artıq əvvəlcədən deməli qruplaşdırılıb ki, cədvəlləşdirilib ki, məsələn 6-cı gün axşam saat 7-də bu teatr olacaq, düzdürmü? Əslində bu gələcək zaman bilir. Məsələn deyirəm ki, film 6-cı gün axşam saat 7-də başlayacaq. Bəs azdan dinləyin o gələcək zamanı deyirik. Amma bunun ingiliscə necə deyəcəyin? İndiki zamanın qaydasına gedəcəyin. Çünki bu cədvəl üzrə icra olunan hərəkətlərdir. Məsələn, the plane arrives at 6 o'clock. Təyyarə saat 6-da çatacaq. Azərbaycan tərcümə nə deyirik? Gələcək zamanda çatacaq. Amma ingiliscə hansı zamanda veririk? İndiki sadə zamanda. The restaurant opens at 9 o'clock. Restoran saat 9-da açılır və ya açılacaq. Düzdürmü? Hər iki formada, yəni ümumi qraf üzrədir də. Məsələn, deyirəm ki, bizim restoran hər gün saat 9-da açılır. Və yaxud da ki, təyyarə məsələn hər gün axşam saat 6-da gəlib çatacaq. Məsələn. Sonra, have yeganə feilli uşaqlar, onun tək forması has kökündən dəyişir, yəni SS ilə düzəlmir. Məsələn, go-nun tək forması goes olur, learn-ün tək forması learns olur və s. Amma have-in tək forması haves ola bilməz. Bunu yada saxlayın, belə bir forma yoxdur. Onun tək forması has-dir. Sonra, 6-cı qeyddə. Sual və inkarda mübtədəyə görə yalnız dəyişən dudaz olur. Artıq bunu öncədən sizə izah elədik. Yəni, əsas feil bütün şəxslərdə eyni olur. Məsələn, gəlin bu cümləyə baxaq. She does not read her lesson. Does she read her lesson? Gördünüz, hər ikisində əsas feilimiz, yəni read kökü forması istifadə olunur. Yəni burada SS artıra bilməzsiniz. Bəs nəyə görə SS artırmırıq? Çünki avtomatik onsuz da burada does SS-i özünə çəkib. Sonra, yəni bu cümlələrdən göründüyü kimi sualda və inkarda əsas feil, yəni read şəxslərə görə dəyişmir, yəni SS qəbul etmir. Növbəti qeydlərə keçməmişdən öncə gəlin 3-cü sualı işləyək. 3-cü sual bizdə interrogative sentence, yəni sual cümlələridir. Sual cümlədə deyir ki, dudazlı sadəcə olaraq nə etməliyik? Mübtədanın əvvəlində yazmalıyıq. Gəlin başlayaq. Birincidə nə deyir? Deməli, you'dur mübtədamız. You olduğuna görə avtomatik bura biz do yazırıq. Buradan olsa feilimiz olduğu kimi yerində qalır. İkincidə mübtədamız she'dir. She olduğuna görə does veririk. Yenə work da feilimiz olduğu kimi yerində qalır. Üçüncüdə mübtədamız day'dir. Day olduğuna görə do veririk. Play da olduğu kimi yerində qalır. Növbəti 3 sual sizlər üçündür. Davam edirik növbəti 7-ci qeydimizdən. Uşaqlar, 4 dənə zaman zərfimiz var ki, bu qaydanın içərisindəki olanlardan, yəni sizin üçün qeyd edildiklərindən. Sometimes'dir, rarely'dir, seldom'dır, never'dir. Bunlar qəti olaraq inkar cümlələrində istifadə olunmurlar. My nephew doesn't never buy a toy. Məsələn, bunun üstünə xətt çəkmişəm. Bu niyə görə səhvdir? Ona görə ki, həm doesn't da inkardır, həm never da inkardır. Hər ikisi inkar olduğuna görə bir cümlədə işlənə bilməzlər. Belə yada saxlayın da, 2 qoçun başı bir qazanda qaynamaz. Sonra 8-ci qeyd bu qaydanın sonuncu qeydidir. Do həm köməkçi feildir, həm də əsas feildir. Əsas feil kimi do-nun mənası etmək deməkdir. Məsələn, do homework, ev tapşırığı etmək. Bəs necə aid edək ki, bu hansı köməkçi, hansı əsasdır? Uşaqlar, əlbəttə ki, birinci istifadə olunan do köməkçimizdir. İkinci istifadə olunan isə do əsas feilimizdir. Do you do your exercise? İdmanlarını edirsən. You don't do your homework. Sən ev tapşırığı etmirsən. Bu qədər. Qeydimizdən bu qədər. Gəlin də suallarla da davam edək. 4-cü sualda nə deyir? Complete the sentence, cümləni tamamlayın. Gəlin baxaq. Birinci cümlədə nə var? Deməli, görürük ki, biz burada təsdiq istəyir. Sadəcə aynı anda feil olduğu kimi qalır deyə I play olacaq. I play football every Saturday. Hər şənbə günü, həm hər 6-cı gün mən futbol oynayıram. İkincidə görürük ki, mötəzənin səsi not watch veriblər. Deməli, biz inkar yaratmalıyıq. She-dən də inkar yaratdığında biz doesn't-dan istifadə edirik. She doesn't watch TV in the morning. O səhərlər televizor izləmir. Üçüncüdə sual cümləsidir. Avtomatik deməli do does əvvələ keçməlidir. They ilə də biz do istifadə edirik. Like-da olduğu kimi qalır. Do they like pizza? Qaldı bizə 4, 5, 6. 4, 5, 6-nı da siz cavablandıracaqsınız. Okay, davam edir 5-ci sualla. 5-ci sualda change the sentence. Cümlələri dəyişməliyik. Bizə yəni mötəzənin içərisində artıq veriblər ki, necə dəyişmək lazımdır. Birinci deyir ki, təsdiq cümləsini inkara dəyəş, yəni negativə. She olduğu kimi qalır. Like-ı inkara çevirəndə she-dir deyə doesn't verdik və like-ın sonundakı s düşür. She doesn't like coffee.
Okay. İkincidə question, yəni interrogative cümlə, sual cümləsinə keçmək lazımdır. Sualdır deyə do does əvvələ keçirməliyik. Təyin eləməliyik ki, do olacaqsa does olacaq. Mübtədamıza baxırıq. They'dir. They olduğuna görə do veririk. Do they go? Cümlənin arxası eyni formada qalacaq. To school by bus. Do they go to school by bus? Üçüncüdə negativ inkara çevirməyimizi istəyir. I ilə inkarda don't istifadə olunur. Ona görə nə olacaq? I don't. Do-nu yazırıq ha, yaddan çıxartmırıq. Bu birinci don't-umuz köməkçidir. İkinci do-muz isə əsas fe'limizdir. I don't do my homework. Bizdə qaldı 4-dən 5. 4-dən 5 isə siz işləyəcəksiniz. Keçirik 6-cı tapşırığa. 6-cı sualda deyir ki, put the adverbs of frequency in the correct place. Zaman zərflərini düzgün yerinə qoyun. Gəlin başlayaq birincidən. Uşaqlar, birinci bizdə hansıdır? Every morning. Görürsünüz, iki sözdən ibarətdir. Biz dedik ki, iki sözdən ibarət olan zaman zərflərimiz ya lab cümlənin əvvəlində istifadə oluna bilər, ya da cümlənin sonunda istifadə oluna bilər. Gəlin hər iki versiyanı oxuyum sizin üçün. Every morning my mother gets up at 6 o'clock. Hər səhər mənim anam səhər saat 6-da oyanır və yaxud da my mother gets up at 6 o'clock every morning. Yəni belə hər iki versiya doğrudur. Usually bir dənə sözdən ibarətdir. Deməli əsas fe'lin qarşısında olmalıdır. Cümlədə əsas fe'li tapırıq. Listens, dinləmək, qulaq asmaq əsas fe'limizdir. Deməli usually harda işlənəcək? Listens'ın qarşısında. Sonra üçüncüdə yenə always tək sözümüzdür. Always yenə əsas fe'lin qarşısında istifadə olmalıdır. Əsas fe'limiz hansıdır? Washes. Deməli biz onda always nə edirik? Gətiririk washes'in qarşısına. Xəlil always washes his car on Sundays. Dördüncüdə sometimes'dir. Biz sometimes haqqında dedik ki, həm cümlənin lap əvvəlində gələ bilər. Sometimes I play volleyball with my students. Və yaxud da ki, ola bilər əsas fe'lin qarşısında I sometimes play. Yəni olacaq ki, cümləni sizin üçün yazım ki, yada qalsın. Deməli, sometimes olacaq I play. Cümlənin olsa arda olduğu kimi qalır. Və yaxud da ola bilər ki, I sometimes play. Aha, indi bir dənə də sizə sual vermək istəyirəm. Bəs yaxşı, bu sualın cavablandırın görək. Sometimes biz inkar cümləsini istifadə etsək harda yazacaq? Əsas fe'lin qarşısına mı, yoxsa don't-un qarşısına mı, yoxsa cümlənin əvvəlində mi? Zəhmət olmasa bu sualımı cavablandırarsınız. Sometimes inkar cümlələrində harda işlənir? Sonra 5-cidə never were yenə tək bir sözdən ibarətdir. Ona görə əsas fe'lin qarşısında olmalıdır. Əsas fe'limiz watch'dur. Ona görə gətiririk never'i watch'ın əvvəlinə yazırıq. Okay, davam edelim növbəti tapşırıqla. 7-ci tapşırığımızda nə qeyd olunur? Underline the correct variant. Düzgün versiyanın altına xətt çəkin. My brother, three children. Uşaqlar bəzən burada have götürürlər. Deyirəm, niyə have götürürəm? Çünki deyir ki, müəllim, burada three children cəmdə axı. Uşaqlar, biz xəbərimizi mübtədəyə görə təyin edirik. Tamamlıqda nə olur olsun, istəyir 100 dənə cəm isim olsun, fərqi yoxdur. Mübtədəyə baxırıq. Mübtədamız my brother təkdir. Ona görə avtomatik cavabımız olacaq has. İkinci sualda does var. Does isə sual cümləsi deməli. Sual cümləsi də olduğuna görə avtomatik fe'l kökündə olmalıdır. Fe'lin yəni başlanğıc forması, base forması da like-dir. Üçüncüdə də yenə sual cümləsidir. Amma burada indi mübtədanı təyin edirik. Görək nədir? Mübtədamız your grandparents. Sənin böyük valideynlərin. Bu cəmdir. Cəm olduğuna görə avtomatik cavabımız olur do. Sonra 4, 5, 6 uşaqlar sizlər üçündür. 4, 5, 6-nı cavablayarsınız. Davam edirik 8-ci tapşırıqla. 8-ci tapşırıqda deməli düzgün söz sırası formasına qoymaq lazımdır. Avtomatik bu sualı görən kimi nə yadına düşür? Əlbəttə ki, swapped. Gəlin baxaq. Usually Emine her room cleans on Sunday. Kim? Emine. Deməli Emine olacaq bizim subjektimiz. Emine gəldi qarşıya. Neyiniyir? Təmizləyir. Amma burada bizim usual'imiz var, zaman zərfimiz. O da harda gələcək? Cleans'in əvvəlində. Olacaq nə? Usually cleans. Nəyi təmizləyir? Her room, öz otağını. Nə zaman? On Sundays. İndi məsələn bu cümlədə bizim nəyimiz olmadı? Yer zərfimiz yoxdur. Ona görə avtomatik olaraq tamamlıqdan sonra nə verdik? Zaman zərfini. Emine usually cleans her room on Sundays. İkinci suala baxırıq. Kim? Mən. Neynəmirəm? Heç vaxt içmirəm. Never drink. Never gördünüz? Əsas fe'lin qarşısına gəldi. Nə içmirəm? Süd. Milk. Nə zaman? In the mornings. I never drink milk in the mornings. Üçüncü suala baxırıq. Üçüncüdə kim? O. Neyniyir? Tez-tez oxuyur. Often reads. Nə oxuyur? Books, kitablar. Harda? In the library. In the library. Okay, 4-dən də 5 sizlər üçün sualda cavablandırarsınız.
Növbəti hissəmizdə bizdən multiple choice, yəni seçmə suallarda 4 variant yazmışam, onu seçəcəyik. Gəlin baxaq. Deməli, mübtədamız he-dir. Mübtədamız he olduğuna görə avtomatik biz cavablardan qonu çıxırıq. Çünki go işlənə bilməz. Going deyilən zamanımız yoxdur. Going qarşısında to be olsaydı, hardasa daimi zamanda istifadə oluna bilərdi. Qan da bu formada tək işlənə bilməz. Onun qabağında have, has, had-dən biri olmalıdır. Ona görə cavabımız qalır B bəndi goes. İkinci mübtədamız they-dir. They ilə doesn't işlənməz, they ilə isn't işlənməz. Burada da uşaqlar not drink verə bilmərik. Bəs bizim do does'ımız sanı köməkçimiz olmalıdır axı. Ona görə cavabımız qalır B bəndi. They don't drink coffee. Sonra üçüncü mübtədamız bizdə she-dir. She olduğuna görə do verə bilmərik, are verə bilmərik. İndi qalırıq is-lə does'ın arasında. Mən to be-də də qeyd etmişdim ki, əgər cümləmizdə əsas feilimiz varsa, biz ora əmizarla sual verə bilmərik. Avtomatik cavabımız olacaq nə? Does. Bəs yaxşı nə zaman əmizarı verə bilərik? Əgər feilin yanında ING-si varsa, məsələn, is listening olsaydı, onda biz is avtomatik götürəcəkdik. Çünki burada feil ING-lidir, yəni davam edici zamandır. Bu haqda onsa davam edici zamanda ətraflı danışacağım. Sonra dördüncüdə my friend cəmdir. Lives olmaz. Living qarşısında to be-si yoxdur deyə götürmürük. Are-la live, to be ilə əsas feil belə yanaşı gələ bilməz deyə götürmürük. Cavab qalır B bəndi. Qaldı burada 5-ci 6-cı suallarımız. Onları da siz cavablandırarsınız. Bu mövzudan bu qədər. Bacardığımdan da artıq əslində çox detallı formada sizin üçün izah elədim ki, sizin üçün çox rahat olsun. Uğurlar. İnşallah ki, mövzu sizin üçün tam aydın olmuşdur. Nəsə sualınız olsa mütləq qeyd edərsiniz. Hər birinizə uğurlar.